Salam əziz şagirdlər və hörmətli valideynlər. Kanalıma xoş gəlmisiniz. Bugün monitoring tipli çox maraqlı bir məsələyə baxırıq. Görünən odur ki, bəzən rəqəmlər bizi aldada bilər. Gəlin bu direkt məsələsinin sirrini birlikdə açaq. Məsələdə deyilir ki, bir dirəyi 7 hissəyə bölmək üçün 18 dəqiqə vaxt lazımdır. Həmin dirəyi 5 hissəyə bölmək üçün neçə dəqiqə vaxt lazımdır? Burada diqqət etməli olduğumuz məqam budur. Bir dirəyi 7 hissəyə ayırmaq üçün onu neçə yerdən kəsmək lazımdır? Gəlin, sağ tərəfdəki vizual şəklimizə baxaq. Görürsünüz, bu bizim 35 desimetr olan bir dirəyimizdir. Fərqi yoxdur. Hansı uzunluqda olur olsun. Bu dirəyi 7 hissəyə bölmək üçün. Baxın, kəsimlər atırıq. 1 kəsim, 2 kəsim, 3 kəsim, 4 kəsim, 5 kəsim və 6 kəsim. Fikir verirsiniz, 7 hissəyə ayırmaq üçün biz bura nə qədər kəsim atdıq? 6 kəsim atdıq. Kəsim dedikdə biz beynimizdə, yadımızda saxlamalıyıq ki, 7 hissəyə bölmək üçün bizə lazım olan kəsim ondan bir az. Sizdən soruşur, neçə kəsim lazımdır? Biz 7-dən biri çıxırıq, olur 6 kəsim. Bizdən soruşsaydı ki, 10 hissəyə bölmək üçün neçə kəsim lazımdır? O dəqiqə ondan biri çıxırıq, 9. 9 kəsim lazımdır ki, 10 hissəyə bölək. Yəni, 7 hissə deyirsə, kəsim 6 olur. 7 çıx 1. Yenə deyirəm. 10 hissə desəydi, neçə kəsim atacaqdıq? 10 çıx 1. Yəni, 9 kəsim. Nə bilim, 12 hissəni neçə kəsim atacaqdıq? 12 çıxılsın 1. Yəni, 11 kəsim. 7 hissəyə bölmək üçün 18 dəqiqə vaxt lazım olub. Deməli, 7 hissəyə bölmək üçün bizə 6 kəsimdir. Düzdür? 7 çıx 1. 7 çıx 1. 6 kəsim atılıb. Düzdür? 6 kəsim. Vizual şəkildə diqqət edin, rahat olsun siz. 6 kəsim. Deməli, 18 dəqiqə vaxt ayırı baxı onun üçün. 18-i də bölürük 6 kəsimə. Bu da eləyir 3. Yəni, hər kəsim üçün 3 dəqiqə vaxt ayırıb. Yəni, bir kəsim üçün 3 dəqiqə vaxt ayırıb. İndi baxırıq, həmin dirəyi 5 hissəyə bölmək üçün neçə dəqiqə vaxt lazımdır? Baxın, bu da vizualı. 5 hissəyə bölmək üçün, baxın nə qədər kəsim atıb. Yenə nə dedim? 5 çıx 1. 5 çıxılsın 1. Yəni, kəsim 4 olacaq. Həmişə bir rəqəm əskik. Baxın, indi baxın. 5 hissəyə bölmək üçün neçə dəqiqə vaxt lazımdır? Deməli, 5 hissəyə bölmək üçün biz əvvəl kəsimi tapmalıyıq. Nə qədər kəsim gedir ora? Dedim axı, 5 çıx 1. 1, 2, indi vizual olaraq da baxın. 3 və 4. 4 kəsim atıb 5 hissəyə bölüb. Deməli, 5 çıx 1 eləyir 4. Hər bir kəsim üçün 3 dəqiqə vaxt ayrılıbsa, deməli, 4 kəsim. Burada da verir. 4 vurulsun 3. Deməli, 4 kəsim atıb, bax, bu həmən 4-dür. 3 dəqiqədə, bax, buradan tapdığımız 3 dəqiqədir ki, hər kəsim üçün 3 dəqiqə vaxt ayrılıb. 4-ü vurduq 3-ə, elədi 12. 12 dəqiqə. Deməli, həmin dirəyi 5 hissəyə bölmək üçün neçə dəqiqə vaxt lazım olur? 12 dəqiqə. Doğru cavabımız A variantıdır. Məsələn, baxın, bir dənə vərəq götürün. Həmən vərəqi, bir dənə vərəq götürün. Ortadan qayçı ilə onu kəsin. Kəsdiniz. Neçə kəsim atdınız? 2 hissəyə bölündü vərəq, düzdür? Biri sağa düşdü yerə, biri sola düşdü yerə. Ortadan neçə kəsim atdınız? 1 kəsim atdınız. Amma 2 hissəyə böldünüz. Deməli, 2 hissədən 1 çıxırıq. Deməli, 1 kəsimdir.
Burada da baxın 7 hissə 6 kəsimdir. Yenə 7-dən 1 çıxır. 5 hissə deyəndə yenə 4 kəsim atmış olur. Yəni 5 hissədən 1 çıxmış oluruq. Yəni bizə neçə hissə deyirdisin? Kəsim ondan bir dənə əskik olacaq. Məsəl üçün 20 hissə deyirsə, biz ona deməli 20-dən çıx 1, 19. Deməli biz ona 19 kəsim atmış oluruq. Eyni vərəqdəki kimi. Vərəqi ortadan, bir vərəqi ortadan bir kəsim ataraq 2 hissəyə böldük, düzdür? Deməli bir əskik olur. Həmişə bunu yadınızda saxlayın. Videolarımı bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Növbəti məsələlərdə görüşmək ümidi ilə. Hələlik.